İnsan başqa bir məqsəd üçün yaşamamalıdır. Bu məqsəddən başqa hər nə varsa insandan aşağıdır. Hər nə varsa. İnsan Allah üçündür, Allah insan üçündür. İnsan Allahdan başqa hər nəyə tərəf gedirsə, özündən aşağı şeyə tərəf gedib və özünü öz dəyərini əldən verib. Heç nə insan dəyərində deyil. Allah insanın müştərisidir. İnnəllâhe iştərâ. Müştəri sözün özümdən çıxartmadım. Quranda deyir, Allah möminlər üçün müştəridir. Onların ruhunu alır. Bu ruhun müştərisi Allahdır. Dünyaya satsan, öz əhlinə satmamısan, ziyan eləmişsən. İnna lillah və inna ileyhi raciun. Biz Allah'ınıq, Allah üçünük, Allahdanıq və ona sarı dönəcəyik.